Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U10 Liqası Binə Neftçi İdman Klubu görüşünü sizlərə təqdim edirik. Oyunu Nihat Usubzadə gənc hakimimiz idarə edir. Ona da hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. Binələr mərkəzdən top oyuna daxil edir komandaların heyətləri. Bu cürdür qapıda qonaq komanda 1 nömrə Ömər Ələsgərov, 3 Onur Əlizadə, 4 Riyad İsmailov, 6 Ayxan Məmmədli, 7 Ömər Xəlilov, 10 İbrahim Məmmədov, 19 Zülfüqar Muradlı, 16 Ağa Məmməd Məmmədzadə, 9 Nuran Lələşzadə, 17 Hüseyin Quluzadə, 20 Uğur Ağayev, 18 Sami Həsənov. İndi isə Binə komandası qapıda 1 nömrə Yusif Aslanlı, 5 Ayxan Sultanov, 7 Zəfər Sadıqov, 10 Tuncay Rızazadə. Qapıya zərbə. Emilin zərbəsindən sonra qapıcı Ömər komandasını qoldan xilas edir. 11 Nuran Cabbarlı, 14 Mehdi Babayev, 17 Emil Rızayev. Digər futbolçular 3 Kənan Əliyev, 4 Musa Abdullazadə, 6 Yusif Əliyev, 8 Ümid Məmmədov, 9 Ülvi Yusuf Əliyev, 19 Məhəmməd Əsədzadədir. Komandanın baş məşqçisi Aydın Ağatalıbov. Outdan Zülfüqar topu oyuna daxil etməlidir. Ömərlə oynayır. Binə komandası top meydanı tərk edir. Zülfüqar out atışını yerinə yetirəcək. Ömərdən rəliyə doğru türmə, amma Binə komandasının 5 nömrə futbolçusu Ayxan da komandasının köməyinə gəlir. Sol cinaha doğru türmə, Binə soldan Zəfərlə üzüm qurmağa çalışır. İçəriyə doğru türmə. Outdan Binə top oyuna daxil edir. Zəfər. Ayxan vardı onun qarşısında. Outdan Neftçi top oyuna daxil etdi. Ömər irəliyə doğru türmə. Zülfüqar az qala topu komandasını qazanacaqdı. Tuncay sağ cinaha doğru ötürmə. Tuncay topu meydanda saxlayır. Rızazadə bir rəqibini keçdi, amma artıq top meydanı tərk etmişdi. Ömər qapıdan topu oyuna daxil edir. İrəliyə doğru ötürmə. Ayxan və topu meydanda saxlaya bilir. Neftçi komandasının 6 nömrəli futbolçusu indi top meydanı tərk edir. İkinciden zərbə ilə Emil topu oyuna daxil edir. Nuran ev tapşırığı, qapıya zərbə və qol. Çox gözəl qol vurulur. Bu bir ev tapşırığıdır. Emil Rızayev Nuranın ötürməsini gözəl zərbə ilə tamamladı. Emilin qolu. Baxırıq Nuranla əla bir ötürmə və bu cür gözəl qol vurulur. Emil Rızayev hələ ki görüşdə vurulan yeganə qolun müəllifidir. Onur Ömər Zülfüqarla oynayır. Zülfüqardan alacaq hərəkətlər. Topu itirmək, bəli, indi top itkisinə yox. Nuran topu özünə saxlayır. Tuncay ondan ötürmə gözləyir. Tuncay istiqamət, Tuncay qapıya zərbə. Bu da ikinci qol. Çox keçmədi. Binə ikinci qolu Neftçi İdman Klubunun qapısından keçirir. Nuran Cabbarlı isə vurulan hər iki qolun məhsuldar ötürməsini edib. Onur out atışını yerinə yetirdi. Aşırma zərbə Nurandan gəlir, amma hər şey burada Neftçi komandası üçün yaxşı qurtarır. Bu dəqiqələrə qədər meydanın ən yaxşı oyuncusu düşünürəm ki, məhz Nuran Cabbarlıdır. Onun bugünkü oyunda 2 məhsul ötürməsi var. Emilin də fantastik qolunu unutmaq lazım deyil. Nuran qapıya daha bir zərbə, qapıcı Ömər bu dəfə onun qarşısına kəsdi. Oyun davam edir. Top meydanı tərk eləmədi. İbrahim irəli oynayır. Ayxan topun meydandan çıxmasına imkan vermədi, amma elə iki Ayxanın mübarizəsini izlədik bu epizodda. Cəlmə zərbəsindən Neftçi İdman Klubu topu oyuna daxil etməlidir. Ömər Xəlilov qapıya, amma müdafiəçilər bu epizodda yaxşı oynayır. Outdan Musa top oyuna daxil etdi.
Oyun devam edir. Neftçi futbolçuları buraxılan qollardan bir nəvəzinə çıxmağa çalışır. Yusif Əliyev ötürməyə Məhəmmədlə oynayır. İbrahim. Ayxan yenidən İbrahim. Qapıcı irəli çıxır indi. Neftçi futbolçular buraxılan qollardan bir nəvədən çıxa bilərdi Məhəmməd. Binə komandası Uğur Ağayevi meydanda görürük. Neftçi oyuncuları ötürmə ünvanına çatmadı. Binə daha bir sürətli əks hücum qurmaq üçün gözəl bir imkan qazandı. Yusif ona qarşı Uğur Ağayev oynayırdı. Ömər. Qarışıq bir vəziyyət var, amma Neftçi oyuncuları Binəlilər top uğrunda meydanın istənilən nöqtəsində amansız mübarizə izləyirik. Ümid. Qapıcı Ömər cəlmə zərbəsini 3 nömrə Kənan Əliyev yerinə yetirdi. Qapıcı topu uzaqlaşdırmağa bacardı, amma daha bir zərbə qapının yanından keçir. İrəliyə doğru ötürmə izləyirik. Uğur qarşılayır. Əsədzadə. Ağqaralar alt atışına yerinə yetirir. Neftçi hücumda da qapı istiqamətinə zərbə, top qapıdadır. Top istiqamətini dəyişsə də qolun adına dəyişmir. İbrahim Məmmədov komandanın kapitanı. Buraxılan qollardan bir nəvədən çıxaraq fərqi minimuma endirir. Komandanın 10 nömrəli futbolçusu öz komanda yoldaşlarını irəliyə səsləyir. Mərkəzdən Binə mərkəzdən üzr istəyirəm, top oyuna daxil edildi. Out. Hakim isə ilk hissənin başa çatdığını bildirir. Qısa fasilə ayrılır. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri ikinci hissə. Başladı indi qapıcı Yusif. Zəfər istiqamətinə ötürmə. Ötürmə ünvanına çatmır. Top meydanı tərk etdi. Zəfər Sadıqov. Divar ötürməsi. Yenidən Zəfər irəliyə doğru ötürmə. Zərbə vurmaq lazım idi. Ömər Ələsgərov topu qüvvətli zərbə ilə irəli vurur. Daha bir içəriyə doğru ötürmə qapıcı Yusif. Outdan Mehdi top oyuna daxil etdi. Qarşılaşmada hələ ki 3 gol vurdu. Bir Neftçi topu qazandı. Əla bir ötürmə yenidən İbrahimdən zərbə hesab bərabərləşir. Ömərdən gəldi məhsullar. Ötürmə, divar ötürməsi çox gözəl qurulmuş hücumdur. İbrahim Məmmədov komandasını məğlubiyyətdən xilas edir. O bugün həm 10 nömrənin, həm də komandasına kapitan kimi arxasınca daşıyır. Ömər ilə çox gözəl divar ötürmələri izlədik və vurulan qol da baxımlı alınır. Ayxandan 2 rəqibin əhatəsindən çıxmağa çalışırdı. Zəfər, Emil. 50 oyuncuları var da hakimin diqqətindən yayınmır. Təhlükəli nöqtədən cəlmə zərbəsi Riyad İsmayılovun top əlinə dəymişdi. Çox maraqlıdır ki, binə niyyətində qapıya zərbəni kim endirəcək? Biz yalnız 6 nömrəli oyuncu Yusif Əliyevi topun gerisində görürük. Yusifdən qapıya çox təhlükəli olur. Və Sumqayıt Antiqoko görüşü U12 liqasında meydançanın digər hissəsində keçiriləcək. Artıq oyuncular da meydandadır. Çox maraqlı ki, binə niyyətində 2 Yusif Əliyev bizlərə göstərib. Onların biri 6 nömrə, digəri 9 nömrəli formayla çıxış edir. Emil Rızayev gün zərbəsini ilk hissədə onun ötürməsi sonda özü dəqiq zərbə ilə tamamlanmışdı. Yəqin ki, hər hansısa bir ev tapşırığı. İzləyəcək Emildən içəriyə. Doğru başla qapıya zərbə binəlilər. Daha bir qol vururlar onlar.
Gün zərbələrində çox təhlükəlidirlər. Yusif Əliyev yenidən Binəni hesabda önə çıxarır. Vurulan qolun təkrarı bizlərə bir daha təqdim, yox, üzr istəyirəm, sanki bizlərə epizodun təkrarı kimi gəldi Emil Rzayev. Neftçi komandası görək daha bir qolla yadda qala biləcəkmi? Hörmətli futbol azarkeşləri, qeyd edim ki, uşaq liqalarında nəticənin önəmi yoxdur. Əsas məqsəd istedadlı uşaqların diqqət mərkəzində saxlanılmasıdır. Eyni zamanda futbolun kütləviliyinə nail olmaqdır. Yusifdən rədiyə doğru ötürmək izləyirik. Qapıya zərbə, amma təhlükəli alınsa da Nuran Cabbarlı. Onun oyunu çox bəyəndim. Emin Rzayevi də unutmaq olmaz. Cərmə zərbəsindən məhz o topu oyuna daxil edəcək. Hakimdən də işarə gəldi. Emildən qapıya zərbə, top dirəyə dəyərək meydanı tərk edir. Neftçi futbolçuları bərabərlik qolunu vurmağa çalışırlar. Ömər Xəlilov məsafə uzaqdan Ömərdən qapıya zərbə, qapıcı topu qaytarır. Hücum tamam və gol! Neftçi bərabərlik. Amma hakim bu qolu qeydə almır və bu epizodda qapıcıya qarşı qayda pozuntusu kimi qiymətləndirir. İbrahimin xəttirik etməsinə çox az qalmışdı. Artıq görüşün də sonlarına doğru gedirik. Yəqin ki, hakim bir hücum şansı verəcək. Yusif divar ötürməsi və hörmətli futbol azarkeşləri, daha bir qol vurulur. Və bu epizodda Qalib Ağayev zədələnmişdi. Bütün fikrim ondaydı. Həmin bir vaxtda Binənin 3 nömrəli futbolçusu Kənan Əliyev daha bir qolla yadda qaldı. Həmin qolu sizlərə daha gözəl şəkildə təqdim edə bilmədik. Cərmə zərbəsindən qapıya zərbə indirməyə imkan olmadı. Və bitdi hörmətli futbol azarkeşləri, hər iki komandaya bundan sonraki görüşlərdə uğurlar arzu edirəm. Amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Neftçidə kapitan 10 nömrə İbrahim Məmmədov, oyunun ulduzu isə Binənin 11 nömrəli futbolçusu Nuran Cabbarlı. Bugünkü oyunda onun 2 məhsuldar ötürməsi var idi. Sağ olun, gələn görüşlərə dək.